Sən bu videonu izlədiyini düşünürsən, amma bəlkə də yanılırsan. İndi sən elə bilirsən ki, gözlərin bu videonu görür. Amma əslində gördüyün şey gözlərinin yox, beyninin yaratdığı bir modeldir. Bəli, qəribə səslənir. Çünki sən heç vaxt dünyanı birbaşa görməmsən. Gözlərin sadəcə işığı qəbul edir. Rənglər, formalar, hərəkət. Bunların heç biri gözündə yaranmır. Hamısı beynində yaranır. İndi isə daha qəribə hissəyə gələk. Müasir neyroelmdə belə bir fikir var. Beyin hər an gələcəyi proqnozlaşdırır. Yəni əvvəlcə ətrafda nə görəcəyini təxmin edir. Sonra gözlərdən gələn məlumatı həmin təxminlə müqayisə edir. Əgər fərq kiçikdirsə, beyin heç nəyi dəyişmir. Sən elə bilirsən ki, gördün. Halbuki, sən sadəcə beyninin ən məntiqli hesab etdiyi versiyanı qəbul etdin. Bəlkə də buna görə optik illüziyalar bizi aldadır. Buna görə bəzən telefon titrəmədiyi halda titrədiyini hiss edirik. Buna görə iki insan eyni hadisəni tamam fərqli xatırlaya bilir. Çünki yaddaş da kamera deyil. O da hər dəfə yenidən qurulan bir hekayədir. İndi isə özünə bir sual ver. Əgər beynin daim reallığı tamamlayırsa, onda gördüyün dünyanın nə qədəri həqiqətdir və nə qədəri sadəcə beyninin ən yaxşı ehtimalıdır. Bəlkə də həyat boyu reallığı deyil, reallıq haqqında beyninin yazdığı hekayəni yaşamsan. Bu fikir səni narahat etdisə, deməli məqsədinə çatdı. Çünki düşünmək rahat olmaqdan daha qiymətlidir. DeepMind kanalına isə yalnız hər şeyi bildiyini düşünmürsənsə, abunə ol. Əgər artıq hər şeyi bilirsənsə, heç ehtiyac yoxdur.